Hava. Davudda bundan sonra siz hardasa saz arzulamarsınız. Ne ki? Da neçə gündür bir ayın 5-dən buradayıq. Bu kartof sazıdır. Bundan sonra Yox, et sazı, ümumiyyətlə, kuyruk sazı. yəni Bunları biz gözləyir. bura 5-dən gələndən ancaq günorta yeməyi, saz, samovar çayı, saz, samovar çayı. Yəni bundan sonra da Bakıya gedəndən sonra da arzulamazsınız ki, kimsə dostu deyəndə ki, gedək saz ye, gedək ki. Adam ne kadar saz yer. Bir ayda saz yerəm hə. Abi, yapma çay. Dostum bunun sazı yok da. Elə nə var Ya bunda? bahara gedəcəm bu çıxırlaşdı. Elə nə var bunda? Var. Eşitmişəm ki, müdür bundan bir ton göndərəcək. Ya bu gün gələcək. Bilmirəm Bu də. gün ondan bir kamaz gələcək. Keşke gelmeye. Yox gələcək. Sən elə dediyə görə gələcək. Qubanın Bucaq kəndində. Fasadın izolasiya işləri tərəfimizdən icra olunur. Pomidor. Keçək o biri tərəfə, göstərək sizə ki, nə işlər görmüşük. İlk öncə deyim ki, hazırda termoizolasiya məhsullarımız gəlib. Mərmər tozundan. Bunlar da iki növə bölünür. Mərmər tozu və kuvars qumu. Hazırda hər şey üstünə olan mərmər tozudur və görünüşü də açıq görünüşlüdür. Deməli, müəyyən məhsullarımızı yığmışıq bura. Buradan götürüb işləyirik. Gördüyünüz kimi deməli alt qatına yapışdırıcı məhsulu 301 tektor vurulur. Gördüyünüz orada var idi. Birləşmə hissələrinə isə xüsusi köpük vurulur. 2 yapışdırıcı məhsuldan istifadə olunur ki, məhsul orada uzun müddət qala bilsin. Vurulmasında səbəb nədir? Səbəb odur ki, məhsul elastik məhsuldur. Ehtimal var ki, qopa bilər. Yəni heç kim sığortalaya deyə bilməz ki, qopmayacaq. O söz heç kim deyə bilməz. Və də kimsə də deyə bilər ki, qopacaq. Bu söz də yoxdur. Onun üçün də daha güvənli və tədbirli olmağımız üçün köpük uzun müddət indi bizim hamı düşünür köpüyü zəif bir məhsul kimi düşünməyin. Poliuretan köpüklər daha çox yapışma qabiliyyətinə malik olur və uzun müddət məhsulu divarda möhkəm saxlayır. 3 mərtəbədən ibarət olan mənzildir tərəfimizdən. Fasadda izolyasiya olunur. Pəncərə kənarları haqqında sizə məlumat vermişdik. Həm TikTok, həm YouTube və digər səhifələrimizdə. Beləcə, biz də gələndən hava elə bax belədir. Günəş yoxdur, hava buludludur. Bəzi hallarda da yağış yağır. Yağış olmasa işlərimiz gedir. Yağış olsa bir balaca işlərimizdə yubanma olur. Belə. Məhsullarımız haqqında da maraqlana bilərsiniz. Ünvanımız Abşeron Ticarət Mərkəzi, sıra 1, korpus 2, mağaz 15. Yolun qırağından görsənir. Qarşısına yazılıb 114 izolyasiya qrup. Belə hörmətli izləyicilərimiz, Allah'a əmanət olun. Geniş layihələrində görüşmək ümidi ilə. Saz bir şey gedirəm ya. Sən onun altının otuna bax. Gör nə tər ot qoyublar o saza. Getdik. Günorta yeməyi, saz. Axşam yeməyi, saz. Bir dənə səhər-səhər pendirlə belə başımızı qatırıq.